sülh istəyən adamı məhbəsə salmırlar. Azadlıq istəyən adamı tutub türmələrə salmırlar. Zülüm eləmirlər ona. Eləmirlər. Ağıllı insanlar belə şeyləri eləmir. Nə söz eşitmək istəyirsiniz Bəhruzdan? Bəhruz yalandan durub desin ki, mən günahkaram. Mən bu iş eləmişəm. Axı eləməyib bu işləri. Siz deyən şeyləri bu adam eləməyib. Bəhruzun ki, ancaq araşdırmacılıq, sülh və müharibə istəməmək. Və salam. Bu adam bunu istəyir. Başqa bu adam heç bir şey istəmir bu hökumətdən. Bu insanlardan, bu dünyadan bir sülh istəyir. Bir də istəyir ki, müharibələr olmasın. Bugün bizdə hardasa 5-6 şahid var. Onlardan biri gəlmişdi. Şahidi dindirdi, suallar verdi. Əslində şahidlə özünün dedikləri demək olar ki, üst-üstə düşürdü. Bəhruz bir daha bildirdi ki, o heç vaxt deməyib ki, Dağlıq Qarabağ tutaq ki, Ermənistanın ərazisidir və yaxud da bilmirəm, Azərbaycan tanımalıdır onu erməni ərazisi kimi. Heç vaxt belə bir söhbət olmayıb. Düzdür, belə müzakirə də olmadı, amma Bəhruz bir daha öz mövqeyini bildirdi də. Elə şahid də təsdiq elədi ki, Bəhruzun mövqeyi sülh mövqeyi olub. O deməyib ki, məsələn, bu torpaq hansı dövlətə məxsusdur. O deyib ki, sadəcə dövlətlər arasında müharibə olmasın, insanlar ölməsin. Yəni sülh tərəfdarı olub.